Salam uşaqlar, bu videoda istəyirəm ki, sizlə bugün keçirilən buraxılış suallarının biraz müzakirəsinə baxaq. Müzakirədən başlayaq nə sualından? Baxın, bu hansı ki, cəmin hasilə çevrilmə düsturu trigonometriyadan. Əslində hər il trigonometriyadan iki tip sual düşür. Biri trigonometrik tənliklər, bir də trigonometrik funksiyalar bölməsindən. Düzdür, bu da funksiyalar bölməsinə aiddir. Lakin burada bir şey diqqətinizi yəqin ki, çəkib. Sualda cəmin hasilə çevrilməsi neçə vaxtı, illərdir demək olar ki, ötən illərə nəzər salsaq, bu tip suallar yoxdur. Artıq bu il əlavə ediblər. Bu bir. Sonra burada məsələn suallar düzdür. Bunlar sadədir, bu fəzadır. Bunlar artıq kifayət qədər uşaq rahat yaza bilib. Çevrə məsələsidir, sadədir. Ədədi silsilədir, bildiyiniz sual tipidir. Bax, bu səhifənin demək olar ki, sualları çox rahatdır. Bərabərsizlik sualı atılıb. Bərabərsizlik əslində 2 dənə bərabərsizlik sualı var. Biri üstü bərabərsizliyə əlavə olunub. Suallarda biraz qoyulma tərzində necə problem var? Bir bölmədən 2 sual əlavə olunub. Məsələn, trigonometrik funksiyalardan bunu da atıb. Digər də trigonometrik funksiyalar, tənlik yoxdur burada mövzuda, amma suallar rahat suallardır hələ ki bura qədər. Bu ehtimal sualın ola bilər ki, hansısa uşaq bu şəkildə ehtimalda sual görməyib, amma belə deyək, bundan bu hansı ki AB-nin kök adlı AB-nin natural ədəd olması şərtindən biz həqiqi ədədlərin içərisində buna uyğun bir test işləmişik. Hətta 2 test tapşırığı var. Burada sadəcə onun ehtimal versiyasıdır. Amma məncə diqqətli olan uşaqlar bunu işləyib. Bu sual çox sadədir. Ətraflı testlərə gəlincə isə, ətraflı testlərdə bax, hansı ki bu sual var, 84-cü sual uşaqlar. Ötən illərdə istifadə olunan sual tiplərindəndir. Bu 84-cü sual istifadə olunub. 83-cü sual da kifayət qədər çətin sualdır. Digər 82-ci sual yeni tipli sualdır. Ondan düzdür, test toplularında istifadə olunmuyor. Amma mənə elə gəlir ki, belə deyək, diqqətli olan uşaqlar artıq sualları kifayət qədər yazıb bal toplayıb. Yəni, bu suallardan desəz, müəllim, neçəsini rahat işləmək olardı? Baxın, bu səhifədə heç bir problem yoxdur. Bu səhifədə hamısı normal şəkildə oxşarlıqdır, keçən uşaq yazır. Orada fəza bölməsindən prizma düşüb, prizmaya aid sual çox asandır. Çünki sadəcə düsturu bilib, şablon düsturu yerinə yazmaqdır. Bunlara da rahat işləyə bilərsiniz. Mənə elə gəlir ki, normal biliyə sahib olan uşaqlar haradasa 19-20-sini rahatlıqla yaza bilər. Bir dənə burada hansı ki qalır ətraflı suallar. Ətraflı suallarda biraz fərqli sual tipləri ola bilər. Uşaqlar, məsələn, burada funksiya sualı var. Amma bir gəlin belə düşünək də, buraxılışı onsuz hər zaman dərslərimizdə də nə deyirik? Xətti funksiya, kvadratik funksiya, kök funksiya, bunlar